Təsirlik halda şəkilçilər nə vaxt dəyişmir. Həftənin sonudur, gəlin ən asan mövzu haqqında danışaq. Nəhayət ki, rus dilində şəkilçinin dəyişməyə ehtiyac yoxdur. Deməli, kimi və yaxud nəyi suallarına cavab veririksə, nə vaxt şəkilçi dəyişməyə ehtiyac qalmayacaq. 1. Qadın cinsində söz məhki znakla bitirdisə, dəyməyə onu. Я вижу кровать. Я вижу тетрадь. Misal üçün heç nə dəyişməyəcəm. Kişi cinsində əgər cansızdırsa, biz dedik canlılar dəyişirdi, cansızlara dəymirik. Я вижу компьютер, я вижу телефон, я иду в магазин və s. Heç bir şəkilçiyə dəymirəm mən orada. Və yerdə qalır orta cins. Orta cinsdə də həmçinin qətiyyən biz şəkilçiləri dəyişmirik təsirlik halda. Я иду в метро, я вижу окно və yaxud я смотрю в окно. Misal üçün bu şəkildə biz həmçinin şəkilçiləri dəyişməyəcəyik təsirlik halda. Abunə olun, çünki bugün biz sizinlə təsirlik hal haqqında yekun bir test edəcəyik. Onu qaçırmayın və özünüzü yoxlayın.